və bir aydan sonra bəlli olur ki, uşağın öd kisəsində daş var. O zaman cərrahi müdaxilə oluna bilər. Kitabı olaraq şikayət yoxdursa, illərcə təqib oluna bilər deyilir. Daşların yaranmasının ən sıx səbəblərindən biri budur. Mütləq şəkildə öd kisəsi ilə birlikdə çıxarılmalıdır. Xüsusi bir qorxu ilə orqanı olmayacaq, bu uşaq necə yaşayacaq, həyatına necə davam edəcək? Hər vaxtınız xeyir YouTube kanalı izləyicilərimiz. Öd daşı xəstəliklərindən danışıram. Bir öncəki 2 videomuzda da bu haqda danışdım və bu dəfə uşaqlarda öd kisəsi daşlarında nə zaman əməliyyat edəcəyik? Məsələn, uşaq var, neonatologiya şöbəsində dərman müalicəsi alır hər hansı bir səbəbdən. Ağciyər ola bilər, bağırsaq ola bilər, başqa problem var və bir aydan sonra bəlli olur ki, uşağın öd kisəsində daş var. Uşaq var, məktəb yaşındadır. Valideyn onu kontrol üçün bir check-up'a aparır və edilən ultrasəs müayinəsində görünür ki, öd kisəsində daş var. Bəzi uşaqlar isə, misal üçün, xüsusilə hərbi xidmətə qeydiyyata alınması üçün çağırılır və qeydiyyat aparılır və o zaman edilən bir ultrasəs müayinəsində görünür ki, 14-15 yaşında uşaqdır, öd kisəsində daş var. Bəzi qrup uşaqlar isə klinik şikayət var. Misal üçün, şiddətli sağ üst kvadrat ağrısı qarında, yeməkdən sonra xüsusilə yağlı, karbohidratlı qidalardan sonra şiddətli qarın ağrısı, köp, qusma, diskomfort, bu böyük yaş qrupuna aiddir uşaqların, xüsusilə məktəb yaş qrupuna və bəzi uşaqlarda isə sarılıq, yəni xolesistit, xolangit dediyimiz öd kisəsinin iltihabı, qızdırma, sarılıq, qusma, qarnın sağ üst kvadratında ağrı kimi şikayətlərlə xəstəxanaya müraciət edir və o edilən ultrasəs müayinəsində bəlli olur ki, daş var öd kisəsində. Ən axırıncı dediyimiz situasiya, yəni klinik şikayətlərlə uşaq əgər xəstəxanaya müraciət edirsə, bu uşaqları kəskin dövrdən çıxardıqdan sonra mütləq şəkildə öd kisəsindəki daşlar, yəni öd kisəsi ilə birlikdə çıxarılmalıdır. Yəni xolesistektomiya dediyimiz əməliyyatı xüsusilə də laparoskopik şəkildə, qapalı şəkildə icra etməliyik. Digər qruplar, misal üçün təsadüfən ortaya çıxan daşlar. Təsadüfən ortaya çıxan daşlarda birinci növbədə bir pediatr yaxud da bir uşaq hematoloqu uşağı araşdırılmalıdır. Əgər uşaqda gizli bir gedən qan xəstəliyi varsa, hemolizlə gedən bir qan xəstəliyi varsa ki, daşların yaranmasının ən sıx səbəblərindən biri budur. O zaman cərrahi müdaxilə oluna bilər. Yəni çünki biz bilirik ki, hemolizlə gedən yaranan daşlar, yəni qan xəstəliklərinə bağlı yaranan daşlar müalicə ilə sağalmır. Amma uşağın yaşı kiçikdirsə, tutaq ki, infantil dövrdədir, 1 yaş, 2 yaş, ümumiyyətlə 3 yaşa qədər təqib oluna bilər, şikayət yoxdursa. Amma təqib etdiyimiz zaman da ailələrə bu məlumatı veririk ki, öd yoluna daş düşərsə müdaxilə qaçınılmaz olacaq. Digər qrup uşaqlarda isə məsələn yenə təsadüfən baxdıq ki, öd kisəsində daş var, amma uşağın heç bir şikayəti yoxdur. Ailələr bizə soruşurlar ki, doktor, bunu əməliyyat mı edək? Əgər qan analizlərində qan xəstəliyinə meyillik, hemolizə meyillik və yaxud da hematoloji bir xəstəlik yoxdursa, kitabı olaraq şikayət yoxdursa, illərcə təqib oluna bilər deyilir. Amma daşın öd yoluna düşmə ehtimalı olacağına görə bəzi mərkəzlər, xüsusilə məktəb yaşı və məktəb yaşının üzərində olan şəxslərdə bir neçə ədəd 1 sm və 1 sm ətrafında olan daşlarda erkən cərrahiyyəni tövsiyə edirlər. Cərrahiyyə müdaxilə olunduğu zaman isə adətən qapalı yolla öd kisəsi əməliyyatı icra edirik və öd kisəsini tamamilə bu sualda çox verilir ki, doktor, mümkündürmü kisəni kəsib daşları çıxaraq öd kisəsi qalsın? Yəni bilirik ki, öd kisəsinin rolu əsasən depodan ibarətdir. Qaraciyərdə hazırlanan ödü depoluyur. 12 barmaq bağırsağa qida düşdüyü zaman xüsusi bir reflekslə öd kisəsi yığılır və öd bağırsağa doğru qovulmağa başlayır. Kisə olmadığı zaman isə bu işi yerinə yetirən öd yolları olur. Yəni bağırsağa, 12 barmaq bağırsağa qida düşdüyü zaman yenə o refleks baş verir və qaraciyərdə öd ifrazı artaraq xüsusilə ümumi öd axarına gəlir və oradan təkrardan bağırsağa axmağa başlayır. Yəni ümumi mexanizmdə bir dəyişiklik olmur. Yəni ona görə öd kisəsinin çıxarılmasına xüsusi bir qorxu ilə orqanı olmayacaq, bu uşaq necə yaşayacaq, həyatına necə davam edəcək? Bu problemlər adətən öd kisəsinin olmaması uşağın həyatının inkişafının davam edilməsində hər hansı bir negativ problem yaratmaz. YouTube kanalımıza abunə olmanızı xahiş edirəm. Çünki bilirsiniz ki, bizim yeni videolarımız yükləndiyi zaman sizlərə bildirim gəlir və bu videoları rahat bir şəkildə izləyə bilərsiniz. Şərh bölməsinizə suallarınızı yaza bilərsiniz. Mən onları qısa müddət içərisində cavablandırmağa çalışacağam. Diqqətinizə görə təşəkkür edirəm.